Yenə mən, yenə sifarişlər, birlikdə unpacking edirik. Əynimdəki bu bluz da sifarişlərin içərisində idi. Geyinib çəkilişə getmişdim. Üstündən də pencək geyinmişdi. Elə keyfiyyəti məncə pis deyil, qəşəngdir. Bəyəndim. Keçək digər sifarişlərə. Normalda heç kepka istifadə edən biri deyiləm. Bunu niyə sifariş eləmişəm, heç bir fikrim yoxdur. Amma keyfiyyət olaraq qəşəngdir. Qızlar, mən əslində çox şey sifariş eləmişəm. Sadəcə olaraq əsas sizə bluzları göstərmək istəyirəm. Burada səs eşidilmir, çünki mikrofonu digər otaqda qoyub gəlmişəm. Bluzu çox bəyəndim. Üstündəki bu küpür detalı olsun, keyfiyyəti olsun, çox qəşəngdir. Mikrofonu orada qoyub gəlmişəm. Baxıram ki, digər videolarda səs yoxdur. Bu bluza aşiq oldum sözün əsl mənasında. Materialı yumşaqdır, çox rahatdır. Yəni tam mən istəyən kimi asimetriya sevən biri olaraq. Bu bluzu isə sırf arxa dekoltesinə görə almışam. Arxa dekoltesi bu cürdür. Və bir də kəmərlərlə arxadan sıxılır deyə beli incə görsədir. Qəşəngdir. Bunu da bəyəndim. Nədir? Belə bir şey də sifariş eləmişəmmiş. Bunun da əynimdə duruşu bu cürdür. Bəyəndim, qəşəngdir. Biraz dekolte hissəsi açıqdır. Dırnağımı özüm evdə edirəm. Belə bir gel lak. Bədən yığmaq üçün korsetlər, ya da dırnaq üçün belə bir stikerlər. Rəngliyi o qədər sevirəm ki, bunun başqa bir rəngini də sifariş elədim. Çox qəşəngdir bunlar. Yağlıdır, seks üzdə qəşəng qalır. Qızlar, bu dəfəki sifarişlərim bu qədər. Bəyəndinizsə rəy yazmağı və məni izləməyi unutmayın.